Fermerlər çıxış yolunun, bazara giriş-çıxışın, eləcə də satış etmək haqqının dövlət rüsumu şəklində təyin olunmağında görür. Yəni qayda qanuna uyğun şəkildə kassa aparatı ilə ödəniş edilsin ki, həm dövlət büdcəsinə vergi daxil olsun, həm də kimliyi məlum olmayan şəxslər keyfi istədiyi kimi qiymətləri yüksəltməsiz sualların cavabını burada tapa bilməyəcəyimiz açıq-aşkardır. Odur ki, bazar rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Xoşbəxtlikdən bazarın məxsus olduğu Muğan Aqro MMC-nin sahibkarı Əziz Quliyev obyektivimiz qarşısına keçməyə razılıq verdi. O qiymət artımının səbəbini belə izah etdi. İnsanların əmək haqqısı qaldıra bilmirik, onları işləməyə cəlb edə bilmirik. Yəni onlar 3 il, 5 il bundan qabaq aldıqları məvacibdən daha çox məvacib tələb etdiklərinə görə mal bazarının ərazisi 10 hektara yaxın ərazidir. Son bir həftədə 100 maşın, uzun maşın təbii ki, yolmuş daş tökülübdür. Yəni bu böyük bir məbləğdir. Təqribən 50 minə yaxın bunun 3 gün, 4 gün qreydir işləyibdir, yayıb hamarlayıb. Bu bazarın yiyəsi var, qanunu var. O bazar söhbəti həll olundu bir ayın içində. Bir yerdə və öz qohumlarımızla bir yerdə işləyib orada xeyir bölmə şərtində. Bütün pulu da biri verir bura. Bütün xərcə. Milli çıxdı getdi Moskvaya. Bütün işlər düz boşandan sonra. Mən qaldım ondan sonra bir layıqın Əzizin yanında. Onun evində yatdım, durdum, çörək yedim. Bəzi şeylər də oldu orada. Onun evində adamlar da gəldi, onlar xoş gəldilər. Mən harada var idi, hamısı qabana çıxırdım, söhbət edib, başa salırdım. Uğurluyam, Mirzağa, Ağa Mirzağa. 99-cu ilin axırları, 2000-ci ilin əvvəlləri. Gəlib Moskva şəhərinə. O bazarı alıb, öz gücünə, öz maddi gücünə, pulun gücünə və həvalə edib qohumu Əziz Quliyev. Quliyev Əziz və Quliyev Mirzağa dedim kimi 99-2000-ci illərdə Mişli rayon kolxoz bazarını aldılar şərkinə. Maddi ehtiyac ödəmək üçün və namlı insanların orada işləməsi üçün bu vacib idi. Əziz bütün bunların üstünə xərc edir. Hətta Mirzağanın Azərbaycana gəlməyə qadağalar qoydu müəyyən qüvvələrin əliyinə. Miri əməli çox olub bu bazarda, Miralıq bazarı. Mirzə gəldi, bazarı aldı, verdi bunları. Bazarın alınmasında Uğurluyev Mirzağanın şərikliyindən mən də şahidəm.